Migren xəstəliyi, bir də zob xəstəliyi. Qısa nə deyə bilərsiniz? Qısaca deyirəm ki, necədir? o qədər demişik Samir bəy, elə qısaca deyirəm ki, kimin başı ağrıyırsa və baş ağrısından canını qurtarmaq istəyirsə bizə müraciət eləsin. Çünki onun migrenin iynə dərmanla müalicəsi yoxdur. Onu bəs niyə bizdə var? Biz onu təbii yollarla, arı zəhərlə, arı məhsullarla, zəli ilə, bitkilərlə, məzunlarla, məlhəmlərlə insanları baş ağrısından azad edirik. Bəzən görürsən, vurur gözünə, bir tərəfli tutur və yaxud ürək bulanma verir, qusma verir, bəzən gözünün qarşısında qara nöqtələr qaçır, bəzən birdən nəfəs almaq çətinləşir, halsız olur, görməsi zəifləyir. Onlara baxanda əksərən görürsən ki, gözünün biri o birinə nisbətən daha böyükdür, göz kiçilir, bəzən görməni itirir, sonra bərpa olur. Yəni, yüngül formada da ağrır, kofe içəndə keçir, isti duş qəbul edəndə keçir və yaxud da görürsən, masaj eləndə keçir, ağırlaşdıqca keçmir. Sonra ağrı-kəsici dərmanlar, sonra da kömək eləmir və bilmirlər, həyatdan bezirlər. Onların hamısını deyirəm, gəlin Doktor Seyfəddin klinikasında baş ağrısından azad olun. Dünyanın hər yerində bunu eşidən adamlar, dilimizi bilən adamlar gəlir müalicə alınır.